Hər şey salam. Bugünkü videoda maça girib qalib gəldiyimiz an karakterimizin kostyumunun endərliyi artacaq. Birinci olaraq isə kostyumsuz şəkildə başlayırıq. Bu maçda qalib gəlsə isə başqa karakterin ender kostyumunu, daha sonra isə Super Ender destansı kostyumuna keçəcəyik. Və bu maçda 4-cü ola bilməsək, o karakterlə yenidən oyuna girməliyik. Udana kimi. İndi Shelly ilə başlayırıq. Kostyumsuz şəkildə bir Shelly. Bu maçı qalib gəlsək, ender kostyuma keçirik. Qabaqda Surge var, Bibi var. 2 dənə Bibi var. Həm də Prestige 2. Yəni qalib gəlmək olar. Getdik. 3 var yanımızda. Hadi zəhərlədi. Haydi bir dənə də zəhərlədi. Yo, qaç. Üzümə çıxacağım onun yanından bəlkə də. Ya da ən yaxşısı qaçmaqdır. Biz belə qaçaq. Haydi ona vur mənə, qaç. Qaç. Yıldız gücü sağ ol. Biz bunu da bilməliyik. Amma qalın. Oysa təzmin oyuna girməliyik. Bibi gəldi oradan da. Möhtəşəm. Gəlmə Bibi. Bibi haradasan? Bibi o tərəfdə, Baydan tərəfdədir. Burada Baydan var. Mən ən yaxşı oradan bir aranı girim. Bir dənə də vurdu. Zəhəri öldürəcək. Amma az gələdi bu. Bırax. Ay yaxşı qaç. Qaç. Fürsət. Geçək canını azaltdıq biraz. Ultimdə olacaq, az qalır. Çox sağ ol Cordelius. Əllərindən öpürəm. Cordelius da bizi göndərəcək dünyaya, amma ondan əvvəl biz göndərməliyik onu. 6 nəfər var hələ. 2 nəfər də olsa, yəni də kostyuma çəkə bilərik. Bibi öldürəsən bəlkə. Oha. Yes! Haydi yox! Yes. Ender kostyuma çəkək. İndi bu oyunu qalib gəlmək. Qalib gəlməliyik bu oyunda. Birinci olmalıyıq. Ender kostyuma keçdik. Amma yenə də bir 13 kupamızı alıq da. Dışarıda değil bunlar. Əssalam, birincilik. Möhtəşəm bir birincilik. Və ender kostyumlar keçdik. İstədiyim bir karakterlə gəlirəm. Yəni ender kostyum varsa. Birinci baxırıq hansı karakter mənə yaxşı gəlir. Mən burada kimlə girim? Oyna. Ben burada Colette'den oyuna girmək istəyirəm. Colette'in kaşık Colette kostümüyle, ender kostümdür bu arada. GG oyunumuza. Bu oyunda qalib gəlsə, Super Ender kostüme çekiyor. Hiper kostümüne gəlib çatdığımızda isə artıq video sonlanacaq. Qabağa da bir bot attı. Yəni də bu bizim xeyrimizədir. 3 alaq yanımızdakı. Ayda hara bugün? Eşe 3 aldıq. Yuxarıda bir adam var idi. Onu öldürməyə çalışırıq. Adamdan sayı azalsın. Bir var. Tank. Çok vurduq. Vuranmadıq. Hara vururuq biz? Qaçma. Haydi 10 nəfər var hələ. Ölməyib etcim. Orada 3 var. Onu asıq yaxşı olar. Aha. Oo, 3 nəfər dalbada. 5 ultilə öldürdük. 4 gün vururam. Change gəlir üstümüzə. Onu daha da öldürərik məncə. Gəlmə. Dedi gəl. Gəl görüm. Bir nəfər də olsa artıq Super Ender kostümə keçirik. Ümid edirəm bu videoda bir karakterlə 2-3 dəfə oynamarıq. Torul da belə getdi. Change də belə getdi. İndi birinciliyi oynuyoruz artıq. Çünki 4-cüyə girdik deyə. Artıq o bir oyunda Super Ender kostümü oynayacağıq. Gözlə. Onu da öldürsək. Bitti. Ayda 2-ci dəfə dəymədi. Niyə? Ayda nişan almaq da çətindir. Geçə. Bir dənə vur. Belə combo eləyək.
Ayda oyun uzanır. Gel de bura. Şur. Gel kaçma. Ve bitti. Bitti. İkinci oyunda rahat geçti yeniden kostümler. Sonraki karakterin seçildiğinde Süper Ender kostüm olmadı ama. Kim olsun? Süper Ender kostümü. Bence katalogdan baxsaq daha yaxşı olur. Katalogdan indi baxırıq Süper Ender. Süper Ender'de kim var? Süper Ender'de kim var? Kim var Süper Ender'de? Süper Ender'de bence Frank oynaya bilər. Frank necə? Kim kupa deyil. Neyse. Süper Ender kostüm olan Frank'la girdik. 3-cü oyunumuza. Bundan sonra isə destansı kostümü çəkəcəyik. Qalib gələcək. 4-cü gecəsi. Qabaqda elə Edgar yoxdur. Bir dənə Mortis var və sən. Bizə çətinlik çıxardacaqdır. Bir dənə Colette var. Tankların antisi. O olsa tez yaxşı olar. Burada 5 dənə 3 var. Bunu alsaq elə utmuşum şey. Donduracaq. Dondurmadı deşi. Karl var burada. Ne kadar bu? Karl'lağa mı açarsan? Neyse. Beleş adam öldürdük. Buradan da böyle ayda tutmadı. Neyse burada 2 tane 3 var. Onlar da var. Jill var altta. Jill öldürək. Ölmedi. Öləsən sen. Sen çəkək yanıma. Oyda. Sıçtılar Ultimde olsaydı Jill'i dondurup kaçardım aradan. Aha. Bir tane vurmak istəyirəm. Bir tane. Aha, ultim doldu. Değmedi. Jill çəkəyəm ama. Ceşe. Aksiyon ateş attı. Destansı kostüme keçdi. Mükemmel. Ayda imza öldürdü bizi ama yine de 4'lüyə girdik diye. İndi destansı kostüme keçirik. 5 kupamız geldi. Katalogdan baxaq indi destansı kostümlərə. Hələ 3 ya da 4 tane olmalıdır. Destansı kostümlərdə nə var belə? Baza kostümü var. Surge'una girəm. Surge. Bir de burada ne varmış be? Kredi. 200 kupa sonra 44k kupa olur. Ben burada Surge'una gireceğim. Surge'un kupası yukarıda ama yine de galip gelebiliriz. Kötü kalbi iskelet Surge. Ama ben burada Cin Surge'dan gireceğim. Cin Surge ile oyunumuza girdik. Bu oyunda da galip gelsek gizemli kostüme keçirik. Yine Edgar'dan çıktı. Bir de Lily var. Onun ama böyle o kadar da Noskal karakter götürmüyor. Yaxşı karakterler var. Bir de 3 oldu. Bir tane bırak geçe. Ultimizin 3'te 1 doldu. Burada çekkim yoktu şu. Yoktu. 6 ekkim yoktu. Fantastiko çıkabilir yanımızdan. Lily ortada 3'ler aldı. Bir tane 3'ler var idi desin orada. Max var yukarıda. Cardelius var. Haydi değmedi. Necə? Cardelius öldürmək lazımdır. O bize çok sıkıntı çıkaracaq. Bu da kimi tək maç oynayaraq gəlmişik. Sözlə ikinci maça qalmaq istəmirəm. Aha. Cardelius bir tane vurduk. Sonra başına gitti. Hatta değil bu. Lily var burada. Lily'den biraz ulti dolduraq. Yani dibimizə girsə yaxşı olar. Cardelius buralarda değil. Burada kim varsa. Burada kimsə var. Yok. Biraz burada. Bence burada da kim yoktu. Yok. Yoktu. Yoktu. Max ortadan çeşip. Max'in anlamı ortadan nesil. El Primo.
Geçe. 2-ci səviyyəyə qalxdıq. Hələ 7 nəfər var oyunda. 4 nəfər qalsa gizemli kostümə keçirik. 6 nəfər qaldı. Bir dənə vurub. Yox, yox, burada olmaz, burada olmaz, burada olmaz, burada olmaz, burada olmaz. Sözcüdə ikinci oyuna girməliyik, məcbur. 6-cı olduq. Haydi, 3-cü oyuna qalmayaq, xahiş edirəm. Qabaqda yenə Edgar Kit yoxdur. Dən Lili var. Lili də yəni, aksesuarı olmasa çox şey eləmir. Və ultisindən yanımıza gəlir. O da məncə çox şey eləyə bilməz bizə. Aksesuarımızla lülələrimiz doldur, ultisini hoppansa. Məncə öldürərik, bilmir. Şüklərə alaq, 3 dənə belə şüş var burada. Sən vur, qaz vur bir dənə. Qazdan biraz şey deyilsən. 3-cü oyuna qaldıq. O da çox pis mallıq elədim, həqiqətən. Niyə? Uf. Ne oluyor? Ne oluyor? Bot geldi. 2 onu düzdüm. Niye bot atırsan? 3 onu düzende atmırdım bot. Bunda bot düzəmə gedim sonra tez öldüm də. Ya da lazım değil. Ceşe. Birini öldürdük hem de ultimizi doldurdu. Mendi var orada. Mendi. Mendi yana böyle hoppansa. Bəs Ceşe Mendi də getdi. 6 nəfər qaldı. Onların bir ikisi yuxarıdadır. Onlar da ölçü tutar. Aha. Böyle. Of. Çok benden öyle. Ceşe. Ve gizemli kostüme çeşitli artık. Sözde 3-cü oyundan gizemli kostüme çeşitli. Bence bu üçlü arama ehtiyac yoxdur. Hoppana ulti ilə tez qırılsın. İndi o 2 nəfər hardadır? Onları axtarmaq lazım deyil. Bir nəfər öldürdülər birbirlərini bunlar. Hardasan? Raft qalxmış. Taş alacağım. Atmadım. Geçti. Artıq gizemli kostümə keçdik. Sözcülər 3 oyunda. 3 oyun sonunda qalib gəldik. Gizemli kostümə keçildi. Gizemlidə də 11 dənə kostümümüz varmış gizemlidə. Mina yoxdur. Edgar mən hiperək saxlayacağım. Meydimiz də yoxdur. Məncə burada Bayram gelir. Biraz boşluqdur deyə. Mən Bayram seçirəm. Bayramdan qalib gəlsə efsanevi kostümə keçirik artıq. Burada kostümü seçək. Sinker Bayram. Gizemli kostümdür. Bir oyunla qalib gələk. Haydi. Bunlar yenə botdu deyəsən. Niyə? Qalib gəldim axı mən. Niyə belə olur? Başa. 2-6. Biraz güzəldik. Kolta bir dənə vurduq. Kolta bir dənə də vurduq. Kolta bir dənə də vurduq. Kolta bir dənə də vurduq. Kolta öldü. Buradan Bonnie'ye vurduq. Bonnie'ye biraz da vurduq. Hem Squeak'a vurduq, hem canımızı doldurduq. Buradan Feng'a vurduq. Buradan yine Feng'a vurduq. Buradan Bibi'ye vurduq. Ultinden birini öldürdük. Köşe. Bibi'ye vurduq. Çok sürdü ultini. Ama onu öldürəcək. Bibi'ce. Bibi öldürme. Bibi öldürme. Yaşar Squeak öldü. Haydi. Haydi Squeak. Squeak. Bir nəfər döysə efsane kostümə keçirik artıq.
Geçe. Geçe. Yo 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 yo. Ateşli gizemliye. Efsanevi kostüme geçtik. Bilmem hangi düğmelere basam. Tüm düğmelere bastım bir yana gələndə. Ve gitti. Muhteşem. Hesaplaşma. Gel yanımıza. İkinci oldu. Ama efsanevi kostüme geçti artık. Efsanevi kostümde de görək kim var. Katalogdan seçək. Efsanevi 4 tane efsanevi kostümümüz var imiş. Mecha koltlarımız var. Bir de sporcu sütü var. Onu asla pulsuz verdiler. Ben burada Finks'le gedirəm. Ya da suyla. Suyla gedik. Geç suyla. Flux pasajı diye oyun asan çekiyor ona göre de. Ay da yok. Deniz dansı kostümle girdim. Niye? Yine de bu oyunda galip gələk. Haydi bu oyunda galip gəlsə yaxşı olur. Ama bu sayılmır. Deniz dansı kostümle girmiş. Efsanevini seçmədim. Yaxdan çıxdı. Kod var. Koltuğu bir tane vurduk. 2 tane vurduk koltuğa. Koltuğu yana getdik. Koltuğu böyle öldürdük. Kolt ölmedi. Kolt gitti. Kolt gitti ama Chester üçümüze el koydu. Ayda Chester'ın kutuya vurduğu cülə niyə gəlmən deyir? Əsl oyunumuz başlayır. Efsanevi kostümlə. Getdik haydi. Qabaqda belə çox problemli karakterlər yoxdur. Ne var? Bunlar ayda bunlar niyə bot gəlir? Bir oyunu üzmüşəm. Neyse, üçüncü alaq. Bu bot değil. Taşı, beni öldürdü. Canımız da olsun. Pearl var, Pearl da var. Gel görüm. Gel. Edgar gel de, ne yapmamışsın? Edgar gel. Edgar ne yapmamışsın baba? Keşke El Primo'ya çatmadı o güllə. Ölmədi El Primo. Ama artık hiper kostümüne keçdi. İndi birinciliği oynamaq lazımdır. El Primo. Bunlar niye həmişə bot gəlir mənim qabağıma? Bilən var. Keşke. Möhtəşəm. Otlara qarşı oynasaq da. Yəni də 10 canla. İndi hiper kostümünə keçirik. Bəzi çətin karakter seçək. Hiper kostüm məndə 2-3 dənə karakterdədir. Amma o karakterlərin çoxunda hiper yoxdur. Məncə biraz çətinlik olsun deyə Nitan seçmək olar. Mən indi Nitan seçeyim. Ya da Edgar. Edgar'la getdik. Edgar götürüb. Gizemli kostüm yox. Hiper kostüm ilə. Haydi bu oyunda qalib gəlsək artıq video burada sonlanır. Bunlar yenə botdur. Mən bir dənə botları seçeyim ən yaxşısı. Bunlar bot. Bu həqiqi oyun deyil. Bunu saymıram botlara qarşı deyə tez seçəcəm. Niyə həmişə bot atır? Bu dram yenə də bot atır. İta var, mesajə bura. Qəşə. Bu sayılmır. Peki. İndi o 5 nəfər tapdı.
Hardasız? Hardasız? Aha. Balli. Süper akıllısı aşağı süper. Beşe. Otisi öldürsək, real oyunumuza başlaya biləcəyik. Otisi hardadır bilmirəm. Otisi oradaymış. Beşe. İndi real oyunumuza başlaya bilərik. Bu oyunda qalib gəlsək, videomuz sonlanır. Bax belə həqiqi adamlar atmalıdır. İndi ortada 4 dənə yük var. Tez gedim onları alsam yaxşı olar. Cəmaət el qoymasın onlara. Tez. Deşə. Qaç. 3 dənə sana bildik. Yenə də olsun. Adamın çox dibinə girmək istəmirəm. Çünki hamısı çox vurur. Bir dənə vursa itələyir, öldürə bilər. Leon'un şey eləmiyorlar. Brock var məsələn bax. Yo, qaç. Ölməyək. Hiper kostümündə dəyişikliyə gedirik. Mən burada Change'ini seçirəm. Change hardadır? Change'ində manga Change'si var. Kostümü var. Bu da hamıya pulsuz verilmə usta. Qapılar etkinliğində hamıya pulsuz verilən hiper kostümlərindən biri idi. Bir də çizici Poco var. O hansı etkinliyi idi bilmirəm. Bax, həqiqi adamlardır. İndi gedir, işimizi həll eləyib videonu sonlandıraq. Miko var. Mikonu öldürə bilmədi. Ən yaxşı biz buradakı uşalaq. O daha yaxşı fikirdir. Artıq video 22 dəqiqə olub. Bu oyunda son video oyunda olsa. O da mod öldürdük. Geriyə 7 nəfər qaldı. 6'ya düşdü indi. İndi onları tapmaq lazımdır. Bunlar bot oxşamır. Çünki botlar savaş neyse ben danışmayayım yaxşı. Çünki botdan savaş kartında heç vaxt neçədən prestij olduğu görünmür. Amma bu karakterlərdə göründü. Ancaq inanmıram bunlar bot olsun. Həqiqi adamdır. Bunlar orada film getdi onların üstünə. Yaşa biz o üçün bastıq. Dəymədi. Miko son anda qaçdı. Bir nəfər də olsa artıq videomuz qutarır. Geçək son anda bitti. İndi Lili bizim üstümüze ult atacaq. Aha və Lili kəsdik. Və bu qədər. Hiper kostümlü ilə də qalib gəldik və videomuz burada sonlandı. İzlədiyiniz üçün təşəkkür edəcəm. Sağ olun.